Əgər həkim poeziyanı, klassik ədəbiyyatı, dünya ədəbiyyatını müəyyən qədər bilmirsə, onun fəlsəfəsi yoxdursa, o yaxşı həkim ola bilməz. Həkimlik sizin üçün sadəcə bir ixtisasdırmı, yoxsa həyat tərzi? Həkimlik əslində qalsa həyat tərzimdir mənim. Həkimlik mənim missiyamdır. Həkimlik sənətlər içərisində ən böyük sənət. Həkimliyi elə bil ki, insan anadan həkim kimi doğulur. Həkimlik elə belə bir şey deyil. Həkimlik daha çox oxşuyur incə sənətə. Rəssamlığa, həkimə bəzən rəssam kimi baxmaq lazım, bəzən şair kimi. Çünki bu, əgər həkim poeziyanı, klassik ədəbiyyatı, dünya ədəbiyyatını müəyyən qədər bilmirsə, onun fəlsəfəsi yoxdursa, o yaxşı həkim ola bilməz. O yüzdən həkim anadan gəlmə insana verilən bir həyat tərzidir. Məsələn, mən həkimliyi heç bir şeyə, heç bir sənətə dəyişə bilmərəm. Həkim olmaq ən böyük mənim arzum olub və bu həkimlik mənim həyatımı tamamilə dəyişib və bu həkimlikdən zövq alıram demək olar.